Azərbaycanın ən böyük göllərindən biri yoxa çıxır. Bir zamanlar köçəri quşların, ovçuların və turistlərin ən çox üz tutduğu Hacıqabul gölü demək olar ki, tamamilə quruyub. Axar nöqtəyə istinad edirəm və o xəbər verir ki, gölün yaxınlığında yaşayan sakinlərin sözlərinə görə illər əvvəl bu ərazi həm turizm, həm də istirahət məkanı kimi xüsusilə seçilirdi. Vaxtilə 16 kvadrat kilometr ərazini əhatə edən, dərinliyi 5 metrə çatan göl bir neçə ildir ki, su üzünə həsrət qalıb. Hazırda qurumuş ərazidə yaban otlar bitməyə başlayıb. Ekoloqların sözlərinə görə gölün quruması təkcə təbiətə deyil, bölgələrin iqliminə və biomüxtəlifliyinə də ciddi təsir göstərir. Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri Rza Mahmudov bildirib ki, Hacıqabul gölü vaxtilə Kür çayından qidalanırdı. İndi son illərdə deyir, qlobal iqlim dəyişikliyi ilə əlaqədar Kür çayından ora su axmır və bu da ona qurumasına gəlib çıxarıb. Onun sözlərinə görə gölün əvvəlki vəziyyətinə qaytarılması istiqamətində müəyyən işlər aparılır. Hazırda su balansının bərpası, ətraf ərazidə monitorinqlər və ekoloji qiymətləndirmə aparılır. Və mütəxəssislər bildirib ki, görülən tədbirlərin uğurlu olacağı ehtimalı çoxdur və yaxın vaxtlarda Kürdən, yəqin kənardan da hansısa çaylardan, göllərdən Hacıqabul gölünə sular gətiriləcək.